6 sual Mopedoda. Suallarımızı şirkətin rəhbəri Elton Sadıqov cavablandıracaq. Xoş gördük. Xoş gördük sizi Mopedoda. Elton müəllim, şirkət haqqında qısa məlumat xahiş edirik. Şirkətimiz rəsmi olaraq 2020-ci ildən fəaliyyət göstərir. Şirkətimiz iki təkərli nəqliyyat vasitələrinin satışı, satışdan sonraki servisi və bununla yanaşı təhlükəsizlik geyimləri, botları, kaskalar, xüsusi geyimlərin satışına məşğuluq. Mopedo şirkəti yalnız mopedlərin satışını təşkil edir, yoxsa başqa təklifləriniz də var müştərilərə? Mopedo şirkəti yalnız mopedlərin satışına məşğul deyil, ümumiyyətcə bütün geyimləri dediyim kimi satışdan sonraki servisini həyata keçirilir və ən əsası tək moped yox, insanlara dəyər satırıq. Rəsmi nümayəndəsi olduğunuz şirkətlər hansılardır? Azərbaycanda rəsmi nümayəndəsi olduğumuz şirkətlər nəqliyyat vasitəsi olaraq Yadeya firmasıdır, Sim brendidir, Sinateş firmasıdır, geyimlər olaraq kaskalardan MT Helmet təbliğəsi və 70 Degis. Bunların Azərbaycan rəsmi nümayəndəsiyik. Elton müəllim, niyə müştərilər məhz Mopedo azı seçməlidir? Mən burada xidmət, keyfiyyəti zaten var və bunu bütün müştərilərimiz bilir. Qısa bir şey demək istəyirəm. Müştəri bizim üçün müştəri deyil, dostdur. Ona görə də hər zaman bizi seçir. Dostluq. Mopedo azda texniki xidmət var. Mopedo azda elə ən əsas məsələ də buradan başlayır ki, satışdan sonraki servis. Nəinki mopedlərin, iki təkərli nəqliyyat vasitələrinin, bunun içində velosipedindən tutmuş, ən yüksək kublu sport baykını belə servis xidməti göstəririk və bütün ehtiyaclarını təmin edirik. Və 6-cı sual. Elton müəllim, showroomda hər hansı bir moped olmasa, müştərilər bunu xüsusi sifariş edə bilir sizdən? Dünyanın istənilən ölkəsindən istənilən iki təkərli nəqliyyat vasitəsini gətirmək gücünə sahibik. 6 sualı Mopedonun rəhbəri Elton müəllim Sadıqov cavablandırdı. Təşəkkür edirəm.